Bizə belə bir üçbucaq verilibdir və xaricində bir çevrə var. Bizdən bu çevrənin radiusunu soruşur. Ümumi olaraq belə bir qayda çıxarda bilərik ki, əgər bu təpə bucağı alfa bucağıdırsa, onda mərkəzi bucaq 2 alfaya bərabərdir və qaydaya görə bu bucağın mərkəzindən endirilmiş perpendikulyar bunu bərabər şəkildə bölür. Və biz bu bucağın sinusunu tapmaq istəsək alfa bucağı üçün, bilirik ki, alfa bucağın qarşısındakı tərəfi hipotenuza bölsək, həmin bucağın sinusunu almış oluruq. Yəni, sinus alfa bərabər olmuş olur a bölünsün 2 bölünsün r şəklində. Buradan da alırıq ki, a bölünsün 2r bərabərdir sinus alfaya. Və düsturu 2r bərabərdir. Tənasüb qaydasından istifadə edərək sinus alfa ilə 2-rin yerini dəyişsək, a bölünsün sinus alfa şəklində yaza bilərik. Məsələn, nümunə kimi misal verilsə bizə, belə bir çevrə verilibdir və daxilində üçbucaq var və yaxud da üçbucağın xaricində bir çevrə var və bizdən çevrənin radiusunu soruşursa, bunu belə hesablaya bilərik. Demək, 4 bölünsün kök altında 6 bölünsün sinus 60 dərəcə bərabərdir 2r. Və buradan da alırıq ki, sinus 60 dərəcədə bilirik ki, kök altında 3 bölünsün 2'dir. Onda 4 kök altında 6 bölünsün. Kök altında 3 bölünsün 2 bərabərdir 2'yə yazsaq, kök altında 3 ilə kök altında 6'nı ixtisar edirik. 8 bərabər olmuş olur 2'ə. R'imiz də bərabər olmuş olur 4'ə. Deməli biz ümumi olaraq belə bir qayda çıxarda bilərik ki, 2r sinuslar teoreminə əlavə eləyərək a bölünsün sinus alfaya, o da bərabərdir b bölünsün sinus betaya, o da bərabərdir c bölünsün sinus fi şəklində qeyd etmək olar.